Həyatın mənası nədir? Mən son neçə deyim, 5-4 ildir özüm üçün yaşayıram. Düzdür, əvvəl də məsələn kənardan deyən olurdu ki, ay o nə deyər, bu nə deyər. Yəni o şeylərə tamam qulağımı bağlamışam. Öz bildiklərimi eləyirəm. Məsləhət də görərdim ki, yəni birinci özünüzü sevin, birinci özünüz, sonra ətrafınızdakı, yanınızdakı insanlar. Çünki hər şey birinci özünü sevməkdən başlayır. Siz əgər özünüzü sevirsinizsə, özünüzə hörmət qoyursunuzsa, qarşınızdakı da eynisini sizə göstərəcək. Hər şeyin ən gözəlini özünüzə edin. Özünüzlə tək qalmaqdan qorxmayın. Necə deyim, özünüzlə əyləncəli vaxt keçirin. Bir də etdikləri şeyə görə heç vaxt peşman olmasınlar deyərdim. Düzdür, səhvlərim olub, amma heç vaxt peşman olmamışam. Çünki o şeyi yaşamalıydım, yaşadım. Yəni o səhv belə mənə nəyisə öyrətir, həyatda bir təcrübə qazandırır. Və nəyisə istəyirlərsə biraz möhkəmcə istəsinlər. Nəyisə əldə etmək istəyirlərsə. Düzdür, biraz tənbəllik olur canımızda, məndə də var. Təzə-təzə həvəsim olur, nəyisə sonra tez ruhdan düşürəm. Məndə biraz necə deyim, özüm toparlananam, düşürəm dibə, sonra təzədən özümü qaldıram, özümü toparlayıram. Bir dəfə, iki dəfə, üç dəfə, yəni biraz dənəsinlər nəyisə istəyirlərsə.